Quran buyurur, Allah onları sevər, onlar da Allahı sevərlər. Ayədə əvvəlcə Allah onları sevər deyir. Bu ardıcıllıq isə təsadüfi deyil. Çünki insanın Allaha olan sevgisinin özü belə Allahın lütfu ilə başlayır. Əllamə Təbətəbai ayənin təfsirində qeyd edirdi ki, insanın qəlbində Allah sevgisinin yaranması ilahi inayətin təzahürüdür. Buna görə də məhdud və maddəyə bağlı bir varlığın sonsuz həqiqətə yönəlməsi özü ilahi bir çağırışdır. Bəzən insanın daxilindəki qəribə narahatlıq belə Allahın onu çağırmasının əlamətidir. Quranda buyurulur, Allah tövbə edənləri, təmizlənənləri və səbr edənləri sevər. Burada sevgi ilahi yaxınlıq mənasındadır. Şəhid Mürtəza Mütəhərri deyirdi ki, insanın Allaha sevgisi digər sevgilərdən fərqlidir. Çünki insan başqa sevgilərdə bir xüsusiyyətə bağlanır, amma Allah sevgisində ruh sonsuz kəmala tərəf çəkilir. Ayətullah Behçət ağa deyirdi ki, əgər insan Allahı tam sevmirsə belə, Allahın onu sevməsini istəməsi belə böyük nemətdir. Əgər varlığın özündə sevgi olmasaydı, heç bir varlıq başqa varlığa meyl etməzdi. İnsan bəzən düşünür ki, onu zəiflədən şey sevgi, onu qoruyan isə məntiqidir. Əllamə Təbətəbai deyirdi ki, idrakın ən yüksək mərhələsi qəlbin təmizlənməsi ilə açılır. Onun baxışında insanın həqiqəti dərk etməsi həm də daxili saflaşma ilə açılan bir görmədir. Qeyd olunur ki, yolun başlanğıcı özünü yumuşaltmaqdır. Yəni insanın daxili sərtliyi artdıqca idraki genişlənsə belə qəlbi daralır. Qəlb sərtləşəndə Allahı da düzgün tanımır. Necə ki insan heç kimi sevə bilmirsə, çox vaxt Allahı da anlayış səviyyəsində tanıyır. Quran buyurur, onun ayələrindəndir ki, sizin üçün öz cinsinizdən zövcələr yaratdı ki, onların yanında rahatlıq tapasınız və aranızda məhəbbət və mərhəmət yaratdı. Əllamə Təbətəbai deyirdi ki, Quranda məvəddət və rəhmət birlikdə gəlir. Çünki sevgi həm də insanın varlığını başqa bir varlığa doğru açmasıdır. İnsan bir şeyi həqiqətən sevdikdə artıq öz egosunun mərkəzindən çıxmağa başlayır. Ayətullah Həsənzadə Amuli yazırdı ki, insan ruhu sonsuz gözəllik istəyir. Çünki onun fitrəti sonsuz gözəllikdən gəlib. Bu səbəbdən insan dünyada heç bir sevgidə tam sakitləşmir. Ona görə ki, ruhun axtardığı əsl həqiqət fanidə yoxdur.